xeyir, dəyərli izləyicilər. Nəriman metrosu yaxınlığından salamlayırıq sizi. Metro parkın arxa istiqamətində metroya piyada 2-3 dəqiqəlik maksimum məsafədə Nəriman parkının yanında Premium Residence binanın 16 mərtəbəli yeni tikilinin 5-ci mərtəbəsində 2 otaqdan 3 otağa ideal şəkildə düzəldilmiş. Sənəddə də 3 otaq gedir bu mənzil. Və super təmir edilmiş keyfiyyətli inşaat materiallarından İtaliya istehsalı və digər Avropa istehsalı inşaat materiallarından istifadə edilərək əla və zövqlü təmir edilmiş bir mənzil təqdim edəcəyik sizə. Olduqca ideal proyekti var. Bir daha qeyd edirəm, mənzilə əyani baxış etdiyiniz zaman şahid olacaqsınız. Keyfiyyətli və səliqəli bir təmiri var. Giriş qapımızı görməkdəsiz. Giriş qapısından girdikdə sağ istiqamətdə mənzilin əsas sanuzeli yerləşir. Damafona qədər hər şey yerləşdirilmiş vəziyyətdədir. Elektrik sistemi İtaliya istehsalı ceviz elektrik qutularından və elektrik sistemindən istifadə edilib. Tavan işıqlanmada spot və orsiteklu, əla teksturalı orsiteklu led işıqlanmadan istifadə edilib. Döşəmə xol boyu qranit üstü döşəmədir. Mətbəxdə və sanuzildə də davam edir. Lazer kəsim qranit döşəməni görürsünüz. Ümumi yerləşməni izah edirəm sizə. Giriş qapımızdan girdikdə solda mənzilin uşaq yataq otağı yerləşir. Burada qonaq otağı yerləşir. Daha sonra əsas yataq otağı. Burada isə mətbəx hissə yerləşməkdədir. İlk öncə başlayacağım mətbəxdən. Ardınca digər məlumatları təqdim edəcəm sizə. 96 kvadrat ölçü tam olaraq özünü ideal şəkildə göstərir mənzildə. Gəlib baxdığınız zaman şahid olacaqsınız. Mənzilin bütün otaqlarından Heydər Əliyev prospekti və şəhər istiqamətinə əla baxış açılır. Mətbəxinin genişliyini görürsünüz, en və uzunluq nisbətinin ideallığını görürsünüz. Xoldakı qranit tekstura burada da davam edir və kifayət qədər böyük ölçülü bir mətbəx mebeli yerləşir. Burada böyük ölçülü bir soyuducu yer nəzərə alınıb, boş markalı mikrovalnovka soba penal hissədə yerləşdirilib. TV-nin yerləşimi burada nəzərə alınıb və əlavə olaraq üzəri süni mərmərlə işlənib, ikili moykadan istifadə edilib, qaz və gizli aspirator yerləşdirilib. Əla teksturalı membran panellərdən bir mətbəx mebeli yığılıb bura. İşıqlanması, teksturası, hər şey idealdır. Paltaryan yerləşimi burada nəzərə alınıb, qabyan yerləşimi burada nəzərə alınıb. Tam əşya planlaması, texnika planlaması edilmiş vəziyyətdədir mənzildə və bütün otaqlarda kondisioner quraşımı həyata keçirilib. Əlavə olaraq mətbəxdə rahatlıqla 4 və ya 6 nəfərli bir mətbəx masası rahatlıqla yerləşdirə bilərsiniz. Bir böyük ölçülü balkonu var, o balkona mətbəxdən çıxmaq olur və kombi sistemi, kollektor sistemi, qaz sayğacı və digər texniki hissələr orada yerləşdirilib. Kifayət qədər geniş ölçülü balkondur. Əlavə şkaf zat yerləşdirə bilərsiniz orada. İndi isə növbə ilə davam edirəm. Burada mənzilin əsas yataq otağı yerləşir. Döşəmədə xol və mətbəxdən fərqli olaraq əla teksturalı bambuk parketdən istifadə edilib. Yenə burada da tam əşya planlaması edilib. Pərdələrə qədər hər şey keyfiyyətli firmalara aiddir. Bahalı firmalara aiddir və yatağın yerləşimi burada yerləşdirilib. Tumba üzərləri, bura işıqlandırmalar nəzərə alınıb, əla bəzədilib. Qardirob yerləşimi giriş qapısından otağa girdikdə solda belə bir 5 qapılı, 4 qapılı rahatlıqla böyük ölçülü bir qardirob mebeli yerləşdirə bilərsiniz. Make-up yerləşiminə qədər hər şey nəzərə alınıb və TV yerləşimi burada həyata keçirilib. İndi isə qonaq otağını təqdim edəcəm sizə. Xol hissədə vurğulamağı unutdum. Belə bir gömmə qardirobdan da istifadə edilib və kifayət qədər geniş ölçülü bir qardirobdur. Daxil işıqlanması ilə birlikdə. Qonaq otağının genişliyini görürsünüz. Təxminən 27-28 kvadrat ölçüdə bir qonaq otağı var. Mətbəxdən dediyim istiqamətə, Heydər Əliyev prospekti istiqamətinə əla baxışı var və geniş bir qonaq otağı qarşılayır bizi. Döşəmə yenə bambuk tekstura, bambuk parket burada da davam edir. Kondisioner quraşımı, mərkəz lüsturu, divanın yumşaq mebel dəstinin yerləşimi bu istiqamətdə nəzərə alınıb. Divar kağızları və lepka həyata keçirilib burada. Məhz yumşaq mebelin yerləşiminə uyğun belə bir möhtəşəm çılçıraq yerləşdirilib qonaq otağında. Və TV yerləşimi isə bu istiqamətdən nəzərə alınmış vəziyyətdədir. 3 otağa düzəlmə məhz uşaq yataq otağının xol hissədə giriş qapısından solda yerləşdirilməsi ilə həyata keçirilib və buradan belə bir pəncərə havalanma üçün pəncərə quraşdırılıb məhz həmin otağa.
Yəni ikinci işıqla işıqlanır uşaq otağı. İndi isə oranı təqdim edeyim sizə. Son olaraq sanuzelini göstərəcəm. Yenə bu otaqda da hər şey üç otağa düzəlmə vurğulamışdım. Olduqca ideal həyata keçirilib. Otağa girdikdə sol istiqamətdə gömə bir qardirob üçlü qapı ilə və 2 ədəd ayrı-ayrılıqda uşaq yatağı rahatlıqla yerləşdirə bilərsiniz. Hətta onların tumba üzərlərinin nişa yerləşimi də həyata keçirilib. İkili lüstrdan istifadə edilib. Kifayət qədər geniş və rahat bir otaqdır bura. Belə. İndi isə sanuzeli təqdim edeyim sizə. Mənzilin sanuzelində də tam aksesuar yerləşimi həyata keçirilib. Olduqca gözəl görünüşü var bu sanuzelin. Tavan işıqlanmada Orsiklo LED işıqlanmadan istifadə edilib. Böyük ölçülü bir duş kabini hissə ayrılıb burada. Duş aksesuarları İtalya istehsalı divar içi duş aksesuarlarıdır. Əla nişa işıqlandırmaları görürsünüz. Əla yaraşıb sanuzelə. Mərmər üzlü moydadır. Suşilka yerləşimi sağ istiqamətdə və unitaz yerləşimi isə bu istiqamətdən həyata keçirilib. Olduqca da əla teksturalı qranitləri var. Belə mənzili demək olar ki, tam olaraq təqdim eləməyə çalışdıq sizə. Nərimanov rayonu, Nərimanov metrosu yaxınlığı, piyada 2-3 dəqiqəlik maksimal məsafədə, metroparkın arxa istiqaməti, Nərimanov parkının yanı demək olar. 16 mərtəbəli rezidens binanın 5-ci mərtəbəsində 96 kvadrat 2 otaqdan 3 otağa ideal düzəlmiş bir mənzil təqdim edirik sizə. Mənzilimizə start olaraq təyin edilən qiymət 385 min manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklamlar.